Əl-xulasa təvəzzükarlığından, yüksək şəxsiyyətindən nə qədər istən danış. Gündən bir gün yolla keçəndə bir fakir öz ridasına bükmüş özü yol ortasında yatır. Onlar da paltarları tozlu toprağı olur. Alasız başının üstüne keçiriləndə, altında yatanda, qıraqda keçəndə bir hikayə parçası, diqqət edilməsən. Ömər ibn Abdüləziz çaşqın üstüne keçir. Və o insan başını açır və deyir ki, Əhimarun əntə, çox üzrdən, eşşəksən, kimə deyir? Mömnən əmrinə. Deyir, yox, Ömər ibn Abdüləzizə. Bizdən birimiz olsaydı, boş. Əsən çox şükür. Ya, deyir, Ömər ibn Abdüləzizə deyir. Ömər ibn Abdüləzizə deyir. Və nə deyir? Əskərlər toxunur onun üstünə, yazıyorum, kasıbır. Çünki söyledi axı. Və sən nə rəhbərə deyirsən ki, Əhimarun əntə, əskərlər düşür onu döyməyə, deyir, durun, neyirsiniz? Deyir, ya əmir-i müminin, insan, rəhbərə dil uzattı. Deyir ki, Əhimarun əntə, deyir, yox, o soruşdu, Əhimarun əntə. Mən deyim, yox, Ömər bin Abdüləziz. Allah'a akbar, təvəzzükar var. Hətta şəfayət edir, axı. Axı, şəfayət edir ki, onu əskərlər bir şey eləməsin, qazılar oraya gün gəlməsin. Özü şəfayət edir, axı. Dil uzatman özü. Deyir, adam mənə dil uzatmadı. Adam soruşdur ki, Əhim. Lə xavlə və dəxvət. Deyir ki, soruşdur ki, Əhimarun əntə. Dedim, yox. Ömər ibn Abdüləziz. Soruşu mən cavab verdim. Bax, dəxil təvəzzükarlığa.